Hemen geçen sefer gibi olmasın. Ekran görürsüz müəllimlər. Bəli. Aha. Deməli, bugünkü dərsimiz olacaq histologiyanın arxası. Keçən səfər mən hüceyrə nəzəriyyəsi daxil olmaqla keçmişdim. Sırf orqanoidləri qoymuşdum. İndi isə bugün orqanoidləri keçəcəyik. Orqanoidlərdə ümumiyyətlə bilirik ki, membranlı quruluşun olub olmamasına görə fərqlənirlər. Və orqanoidləri keçəcəm, amma axırda dərsdə elə bil ki, qalır bir dənə viruslar histologiya bölməsində. Virusları keçməyəcəm, virusları qoyacam. Viruslarla bakteriyaları bir verəcəm. Bakteriyalarda məsələ həlli falan var deyə o ikisini bir verəcəm. Elə bil ki, növbəti səfər onu da öyrənərsiniz və ondan sonra mən yenə virus və bakteriyaları keçəcəm. Ondan sonra sual-cavab dərsimiz olacaq. İndi isə bugün orqanoidləri keçəcəyik. Orqanoidlər dediyim kimi membran quruluşuna görə fərqlənirlər. Hansı ki, membranın olub olmamasına görə fərqlənirlər. Membranlı və membransız orqanoidlərə. Membranlı orqanoidlər özləri də iki qrupa bölünür. Bir membranlılar və iki membranlılar və membransızlar. Hal-hazırda indi membransız orqanoidləri keçəcək. Ekranda da baxın yazılıb birinci ribosom. Gəlin ribosomla başlayaq. Ümumiyyətlə ribosom ən qədim orqanoiddir. Baxın şəkildə də görürsüz, iki dənə müxtəlif ölçülü hissəcikdən təşkil olunub. Yuxarıdakı hissə onun kiçik hissəsidir, aşağıdakı hissə isə onun böyük hissəsidir. Ən qədim orqanoidi niyə belə deyirik? Ona görə ki, ilk dəfə olaraq prokaryotlarda yaranıbdır. Prokaryotlardan olan bakteriyalar aləmində yaranıbdır. Yəni bakteriyalar bilirsiniz ki, yəni nüvəsiz canlılardır. Onların nüvəsi yox idi. Yalnız onların qılafı var idi. Qılafıdakı hüceyrə divarından təşkil olmuşdu və sitoplazması var idi. Sitoplazmasında yəni nüvə yoxdur, nüvəsizdir, prokaryotdur deyirik və onun yalnız membranlı deməli orqanoidlərindən bircə dənə ribosomu var. Nə mitoxondri, nə endoplazmatik şəbəkə, nə Golgi kompleksi, yəni bunların heç biri yoxdur. Bir dənə membransız orqanoid olan ribosomu var. Ona görə deyirik ki, ribosom ən qədim orqanoiddir. Səbəb ondan ibarət oldu ki, ilk dəfə bakteriyalarda yaranıb ona görə. Deməli, arxa arasında yaranıb bilirik ki, bakteriyalarda dediyim kimi iki müxtəlif ölçülü hissəcikdən ibarətdir. Bu kiçik hissələ böyük hissə əmələ gəlir harda? Nüvəcikdə. Nüvəcikdə yaranır. Amma nüvənin içərisində yaranır. Amma onun, baxın, böyük hissəsi ilə kiçik hissəsinin birləşməsi isə yarandı nüvədə. Nüvədə yaranandan sonra isə çıxır sitoplazmaya, sitoplazmada onun böyük və kiçik hissələri bir-birinə birləşir. Baxın, tam bu formanı alır. Daha sonra deyirik ki, ribosomun tərkibi nədən ibarətdir? Ribosomun tərkibi ibarətdir. Ribosom bəli. Nüvəcikdə. Nüvəcikdə yaranır. Və onun böyük və kiçik hissəsinin birləşməsi isə sitoplazmada baş verir. Buyurun müəllimə. Ribosomun tərkibi ibarətdir ribosom lentesindən və zulaldan. Ona görə də deyirik ki, ribosom nukleoproteid tərkiblidir. Nukleoproteid. Nukleo və proteid nə deməkdir? Baxın, ribosom lentesi və zulaldan ibarətdirsə, zulal protein, lentidəki, yəni nuklein turşusudur. Ona görə nukleoproteid tərkiblidir. Ümumiyyətlə belə nukleoproteid tərkibli birləşmələr bir neçədən də var. Onları indi keçdikcə deyəcəm mən. Ümumiyyətlə bütün canlı hüceyrələrdə rast gəlinir. Canlı hüceyrə varsa, orada mütləq zulal sintezi getməlidir. Ribosomlar da bilirik ki, neyin funksiyası nədir? Zulal sintezi etmək. Ona görə də bütün canlı hüceyrədə ribosoma rast gəlinir. Və onun hissəcikləri dediyimiz kimi, baxın, nüvəcikdə yaranır. Eyni zamanda da yəni nüvəcikdə yerləşir, bilirsiniz ki, nüvənin içərisində. Eyni zamanda iki membranlı orqanoidlər olan mitoxondri və plastidlərdə də əmələ gəlir. Çünki onu bilirsiniz ki, onların sərbəst olaraq DNT-si olur. Hansı ki, mitoxondri və plastidin DNT-si var. Bu ondan da RNT yaranır. Eyni zamanda deyə bilərik ki, yəni həmçinin onların da bilirsiniz ki, daxili maye mühitləri var, stroması, matriksi və orada da ribosom əmələ gəlir. Və belə deyək, bütöv halda harda rast gəlinir və deməli, bütöv halda rast gəlinir sitoplazmada, bayaq dediyim kimi, eyni zamanda hansı ki, dənəvər endoplazmatik şəbəkənin membranlarının üzərində mitoxondri və plastidlərdir. İndi belə deyək də,
Harda rast gəlinir? Neçə dənə, məsəl üçün, hansı orqanoidlərin tərkibində ribosomu biz görə bilərik? Sualı verilsə, orqanoiddən söhbət gedərsə, deyəcək ki, orqanoid deyirsə, mitoxondri və plastidlərin tərkibindədir. Yəni hüceyrədə 3 yerdə rast gəlinir ribosoma. Bir, deməli, bütöv halda sitoplazmada, bir dənə var, deməli, hansı orqanoidin üzərində rast gəlinir desə, deyəcək ki, dənəvər endoplazmatik şəbəkənin membranlarının üzərində, hansı orqanoidin içərisində rast gəlinir deyərsə, deyəcək ki, mitoxondri və plastidlərdə. Bir hüceyrənin içərisində 2 mitoxondri, 3 plastidlərdə rast gəlinir. Deməli, belə sual verilə bilər ki, hansı orqanoiddir ki, başqa bir orqanoidin üzərində yerləşə bilər? Bu olacaq ribosom, hansı ki, dənəvər endoplazmatik şəbəkə membranları üzərində ona dənəvərliyi verən ribosoma rast gəlinir. Aydındırmı? Belə deyə bilərik. Sonra ribosomun əsas funksiyası nədir? Zülal sintezini həyata keçirmək. Zülal sintezini həyata keçirir. Hansı ki, dedik ki, onun hissəcikləri yarandı nüvəcikdə, çıxdı sitoplazmaya. Sitoplazmaya çıxandan sonra baxın, onun kiçik hissəsindən böyük hissəsi birləşdi və onun böyük hissəsindən kiçik hissəsi birləşən yerində, deməli, ribosom fəal mərkəz, RFM əmələ gəlir. Buna da, yəni açılışı ribosom fəal mərkəzi deyilir. Onun ribosom fəal mərkəzində, yəni 6 ədəd nukleotid, 2 ədəd triplet yerləşə bilər. 2 triplet, 6 nukleotid yerləşə bilər. Ona görə ki, 3 nukleotid bilirik ki, nukleotidlər 3-3 birləşib triplet əmələ gətirir. 3 nukleotidin 1 triplet əmələ gətirir, 6 nukleotidin isə 2 triplet yaradır. Ona görə də deyirik ki, onun funksional mərkəzində 6 nukleotid yerləşir. Onun kiçik hissəyə məlumat elenti birləşir. Böyük hissəsində isə amil turşlar bir-birinə birləşərək zülal zəncirini əmələ gətirirlər. Və bu ribosomlar zülal sintezini tək şəkildə deyil, qrup şəklində yerinə yetirirlər. Yəni zülal sintez edirsə bu ribosom, onu tək şəkildə deyil, qrup şəklində həyata keçirir. Və bu qrup şəklində biz buna deyirik ki, elmi adı polisom. Polisom qrupu şəklində həyata keçirirlər. Polisom qrup şəklində həyata keçirir və biz bunun adına deyirik ki, polisom qrupu şəklində yerinə yetirir və orada 4-dən 40-a qədər ribosom ola bilər. 4-dən 40-a qədər ribosom ola bilər. Yəni, məsəl üçün, deyək ki, bizim polisom qrupumuzda zülal sintezi həyata keçirilir və orada tutalım ki, 15 dənə ribosom var. Demək ki, 15 dənə ribosom varsa, 15 molekula zülal əmələ gələcək. Tutalım ki, 27 dənə ribosom var. Deməli, nə qədər zülal molekula əmələ gələcək? Əgər 27 dənədirsə. 27 molekul. Ay, sağ ol. 27 molekulda zülal əmələ gələcəkdir. Amma baxın, dedik ki, onun kiçik hissəsinə məlumat elenti birləşir. Deməli, əgər polisoma bir ədəd məlumat elenti daxil olubsa, 27 molekul zülal molekulu əmələ gəlsə də, 27 molekul zülal əmələ gəlsə də, bir dənə məlumat elenti daxil olubsa, bu 27 molekulun 27-si də eyni növdə olacaq. Yəni, bircə növ zülal əmələ gələcək. Yəni, belə deyək də, polisomda olan ribosomların sayı zülal molekulunun sayına təsir göstərir. Polisoma daxil olan məlumat elenti isə, yəni bu ribosomdan keçən məlumat elenti isə zülal molekulunun növünə təsir göstərir. Əgər bir dənə məlumat elenti daxil olubsa bir növdə, 2 dənə daxil olubsa 2 növdə, 5 dənə daxil olubsa, məlumat elenti daxil olubsa 5 növdə zülal molekulu əmələ gələcək. Yəni, zülalın sayı ilə zülal molekulunun növü eyni anlayış deyil. Say ayrı şeydir. Say təsir göstərir ribosom sayına, növ təsir göstərir, hansı ki, növü təsir göstərir, yəni asılıdır məlumat elentidən. Bu da belə. Daha sonra eukaryotlarda olan ribosomun ölçüsü prokaryotlarda olan ribosomun ölçüsündən böyük olur. Bunu da yəni yaddaşımızda saxlayarıq. Yəni, elə də vacib bir bilgi deyil, yenə də yadınızda qalsa pis olmaz. Yəni, mən burada baxım, özüm düşürəmmə. Çünki keçən səfər baxırdım ki, dərsdə mən düşmürdüm qıraqda. O da yəni yaxşı görsənmir də, baxanda dərs sıxıcı görsənir. Bunu qırağa qoyaq. İndi gəlirik hüceyrə mərkəzinə. Hüceyrə mərkəzi. Ribosomda nəsə sualınız var mı müəllimlər? Nəsə başa düşmədiyiniz bir şey qaldı mı? Əgər başa düşmədiyiniz nəsə varsa deyə bilərəm. Sualınız varsa çəkinməyin deyin. Bircə dəqiqə.
Hüceyrə mərkəzi. Aha, hüceyrə mərkəzi. Baxın, mötərizədə də yazılıb sentrosom. Yəni hüceyrə mərkəzinin digər adı sentrosomdur. Baxın, şəkildə də görünüb. 2 dənə eyni ölçülü sentrioldan ibarətdir. 2 dənə eyni ölçülü sentrioldan ibarətdir. Deməli, belə suallar iki növdə olur. 2 dənə eyni ölçülü hissəcikdən ibarətdir. Bu hansı orqanoiddir? 2 müxtəlif ölçülü hissədən ibarətdir. Bu hansı orqanoiddir? Aha, baxın, eyni ölçülü deyirsə, eyni. Görürsünüzmü? Bir-birinə perpendikulyar vəziyyətdə yerləşmiş iki eyni ölçülü hissəcikdən ibarətdirsə, bu hüceyrə mərkəzidir. Amma müxtəlif ölçülü hissəcikdən ibarətdir deyirsə, bu isə olacaq nə? Ribosom. Ribosom hansı ki, matrik şeyə oxşayır da, ribosom quruluşu. Matruşkalar var idi. Bax, eyni ilə onu kimi bir şeydir. Ona oxşadım. Deməli, bu bir-birinə perpendikulyar vəziyyətdə duran hissəciklər deməli adlanır sentriollar və onlar 9 bucaqlı mikroborcuqlardan təşkil olunubdur. Bax, bunlar kənarlar saysaq 9 bucaqdan ibarətdir. Və bu hüceyrə mərkəzi hüceyrənin içərisində nüvənin yaxınlığında yerləşir. Nüvənin yaxınlığında yerləşir. Səbəbi ondan ibarətdir ki, yəni bunun əsas funksiyası 3 dənədir. Birinci növbədə nüvənin yaxınlığında yerləşir. Səbəbi ondan ibarətdir ki, hüceyrənin bölünməsini təmin edir. Hansı ki, hüceyrənin bölünməsini təmin edən zamanda hüceyrənin qütblərinə çəkilir. Mikroborcuqlardan əmələ gəlir həmin bu sentriollar. Onlar da bölünmə vətərlərini əmələ gətirir. Daha sonra isə həmin bölünmə vətərləri uzanır hüceyrənin qütblərindən, elə bil ki, xromosomların sentromer hissəsinə, yəni mərkəz hissəsinə və xromosomları qütblərə çəkir. Ola bilər ki, indi bu mitoz bölünmədirsə, xromosomları, yəni tam şəkildə çəkəcək, mitoz birdən, mitozdadırsa, mitoz bölünmə gedirsə, xromosomları xromatidlərə bölür. Bir dənə xromosom 2 dənə qız xromatidə ayrılır. Yox, əgər meyoz bölünmədirsə, meyozun da birinci bölünməsindən söhbət gedir. Bu zaman tam xromosomları qütblərə çəkir. Və heyvan hüceyrəsindən söhbət gedir təbii ki. Çünki hüceyrə mərkəzi ali bitkilərdə yoxdur. Ali bitkilər, ibtidai heyvanlar və ibtidai göbələklərdə hüceyrə mərkəzinə rast gəlinmir. Aha. Çok yok. Ali bitki. Müəllimə, ümumiyyətlə yosunlar ali bitki deyil, yosunlar ibtidai bitkidir. Aha. Ali bitkilərdə, ibtidai heyvanlarda, ibtidai göbələklərdə yoxdur. Yox müəllimə. Belə deyək də, ümumiyyətlə heyvan hüceyrəsinə xasdır bu hüceyrə mərkəzi. Aha. Aha. O yazılarda yoktu. Heyvan hücreleri. Yosunlardan yazılmış. Ona göre Müəllimə, deməli onda yəni heç belə rast gəlməmişəm heç yosunda varmı sualına. Yəni ali konkret olaraq deyirik ki, yəni testlərdə də belə düşür ki, ali bitki, ibtidai heyvan, ibtidai göbələklər hüceyrəsində olmur. Bəs yaxşı, onda bunlarda ali bitkilərdə ibtidai heyvan və ibtidai göbələklərdə yaxşı bu hüceyrə mərkəzinin funksiyasını, yəni bəyəm onların hüceyrəsi bölünmürmü ki, bunu yerinə yetirir? Yəni belə sual verilə bilər, daha doğru çıxa bilər. Bu sual bizə verilərsə, yəni belə deyək, onlarda hüceyrə mərkəzi olmadığına görə onların hansı ki sitoplazması yoxdurmu, həmin hüceyrənin sitoplazması? Həmin sitoplazmaya xas olan xüsusi zülallar əmələ gəlir. Həmin zülallar, baxın, sentriollar əmələ gətirir, mikroborcuqlardan ibarət olan sentriollar əmələ gətirir və həmin sentriollar elə bil ki, hüceyrə mərkəzinin funksiyasını yerinə yetirir və hüceyrənin bölünməsində iştirak edir. Yəni biz konkret olaraq belə deyirik. Baxın, bu bircə dənə, baxın, bu 3 anlayışı yadımızda saxlayırıq ki, bu hüceyrələrdə olmur. Yerdə qalan, məsəl üçün, bəs yaxşı belə sual verilir ki, bəs bunlarda yoxdursa hüceyrə bölünmürmü? Əlbəttə ki, bölünür. Elə şeymi olar? Amma onların sitoplazmasında xüsusi zülallar əmələ gəlir. Onlardakı sentriollar əmələ gətirir həmin zülallar və bunlar da hüceyrənin bölünməsində iştirak eləyir. Aha. Və yenə də dediyim kimi, hüceyrə mərkəzi də ribosomda olduğu kimi, yəni membransız orqanoid hesab olunur. Membranı yoxdur, yəni bu 2 dənə orqanoidin. Və bunun DNT-yə malik olmasa da, yəni öz-özünü törətmə qabiliyyəti vardır. Hansı ki, bu da yəni bayaq dediyim kimidir, sitoplazmada olan xüsusi zülalların hesabına baş verir. Eyni zamanda interfazanın sintetik mərhələsində bilirsiniz ki, onun özünü törətməsi baş verir.
Eynilə, yəni ki, DNT-də olduğu kimi, DNT də interfazanın sintetik mərhələsində özünü ikiləşdirirdi. Yəni belə deyək də, reduplikasiya eləyirdi. Bu da özünü hüceyrə mərkəzində özünü törətməsi, yəni interfazanın sintetik mərhələsində baş verir. Eynilə yetişmiş yumurta hüceyrəsində, yetkin sinir və əzələ hüceyrələrində olmur. Bəs yaxşı baxın, yetişmiş yumurta hüceyrədə olmur, yetkin sinir və əzələ hüceyrələrində olmur. Belə deyək də, indi bunları bir-bir izah gətirim mən. Məsəl üçün, bir belə deyək də, yeni bir nəsil, yeni bir övlad dünyaya gəlirsə, hansı ki mayalama baş tutan zaman bilirsiniz ki, yumurta hüceyrə ilə spermatozoidin birləşməsindən ziqot əmələ gəlir də, düzdür? Mayalama, yəni odur ki, yumurta hüceyrə və spermatozoid birləşsin, mayalama baş versin. Yəni yetmiş yumurta hüceyrənin hüceyrə mərkəzi yoxdur. Əgər onun hüceyrə mərkəzi olsaydı, yetmiş yumurta hüceyrənin, onda heç onun belə deyək də, spermatozoida heç ehtiyacı qalmazdı. Özü-özünə elə belə deyək də, bölündürə-bölündürə gedərdi. Onun, yəni yetmiş yumurta hüceyrə məhrum olduğuna görə və yeni doğulacaq nəsil hüceyrə mərkəzini kimdən alır sualı veriləndə deyirik ki, yəni spermatozoiddən alır. Bilirsiniz ki, spermatozoidin hansı ki başçıq, boyuncuq və quyruq hissəsi var idi. Onun başçıq hissəsində hansı ki hüceyrə mərkəzi yerləşir. Mayalanma baş tutan zaman spermatozoid hansı ki başında eyni zamanda onun bilirsiniz ki, yəni akrosoma adlanan hissəcik olur. Akrosoma ilə yumurta hüceyrənin belə deyək, qılafını əridir, xüsusi maye ifraz eləyir. Öz hüceyrə mərkəzini verir yumurta hüceyrəyə, mayalanma gedir. Daha sonra isə ziqot başlayır blastomerlərə bölünməyə. Ona görə də yetişmiş yumurta hüceyrənin yoxdur. Hüceyrə mərkəzi yetkin sinir və əzələ hüceyrələrində də olmur. Buna necə deyək? Baxın, 8-ci sinif anatomiya kitabında yazılıb ki, bəzi sinir hüceyrələri özlərini degenerasiya eləyə bilir. Ona görə də deyirik ki, yəni əksər sinir hüceyrəsində yoxdur. Yəni deyə bilmərik ki, bütün sinir hüceyrələri hüceyrə mərkəzindən məhrumdur. Yəni bu cümlə doğru deyil. Əksər sinir hüceyrələrinin hüceyrə mərkəzi yoxdur. Eyni zamanda eninazolaqlı əzələ hüceyrəsinin də nədir? Hüceyrə mərkəzi olmur. Amma ki, sayı əzələdir, hansı ki, onun deməli, hüceyrə mərkəzi var. Yəni, burada söhbət eninazolaqlı əzələ hüceyrəsindən gedir. Burada da, yəni, bayaq danışdığım cümlədə onu demək istəyir. Baxın, membransız orqanoidlərimiz bu qədər müəllimlər. Bura qədər dediklərimdən nəsə başa düşmədiyiniz bir hissə varmı? Yaxud da sualınız nəsə varsa verə bilərsiniz. Buyurun. İndi isə gələk membranlı orqanoidlərə. Membranlı orqanoidlərdə deməli böldük. Bir membranlılara və iki membranlılara. Bir membranlı orqanoidlər hansı ki, deməli biz deyirik 4 dənədir. Endoplazmatik şəbəkə, Golgi kompleksi, lizosom və vakol. İndi bunlardan keçək birinci endoplazmatik şəbəkənin. Endoplazmatik şəbəkə dediyim kimi bir membranlı quruluşa sahibdir. Onun iki növü var. Dənəvər endoplazmatik şəbəkə və hamar endoplazmatik şəbəkə. Baxın, şəkildə də var, görürsünüzmü? Onun bu qırmızı rəngdə olan üzərində hansı ki turçkalar var, balaca-balaca. Ona hansı ki dənəvərliyi verən həmin o ribosomlardır. Kənarda olan bu sarı rəngdə olan hamar endoplazmatik şəbəkə adlanır. Ona da hansı ki ribosomlar olmadığına görə belə ad verilmişdir. Ümumiyyətlə, baxın, üst-üstə yığılmış kanallar sistemindən ibarətdir endoplazmatik şəbəkə və onun kanalları hansı ki, belə deyək də, bu kanallar necə yaranır? İlk öncə onu deyim. Deməli, plazmatik membran içəriyə doğru çökür və nüvənin pərdəsinə qədər gəlib yaxınlaşır və əmələ gətirir endoplazmatik şəbəkəni. Ona görə də endoplazmatik şəbəkə yaranır plazmatik membranın içəriyə doğru çökməsindən və hansı ki, onun kanalları plazmatik membrandan nüvə pərdəsinə qədər gəldiyinə görə, əlaqələndiyinə görə eyni zamanda deyirik ki, endoplazmatik şəbəkə eyni zamanda plazmatik membran ilə nüvəni əlaqələndirir. Onun kanalları hansı ki, çoxlu sayda kanallardan təşkil olunmuşdur, amma kanallar qətiyyən bir-birinə mane olmur. Ayrı-ayrı kanallar sistemindən ibarətdir və hər bir kanal sistemində də kimyəvi reaksiyalar baş verir və orada baş verən kimyəvi reaksiyaların heç biri bir-birinə qətiyyən mane olmurlar. Bir-birinə birləşmiş müxtəlif ölçülü və formalı kanallar sistemindən əmələ ibarətdir. Daha sonra indi gələk dənəvər endoplazmatik şəbəkə haqqında danışaq. Elə dediyim kimi üzərində ribosomlar yerləşir. Ribosomlar hansı ki funksiyası dedik ki,
zülal sintez etməkdir. Zülal sintez etməkdirsə, hansı ki bilirik ki, biz fermentlərdir, hormonlardır, hansı ki bəzi vəzlərimiz vardır ki, onlar şirə ifraz eləyir. Bunlar hamısı yəni zülal tərkiblidir. Belə deyək də, baxın. Hansı fermentlərdir? Ümumiyyətlə tanıdığımız fermentlərin əksəriyyəti, hormonların əksəriyyəti, yəni belə deyək də, məsəl üçün somatotrop hormondur, timozindir, adrenalindir, noradrenalindir, kalsitonindir, paratohormondur. Yəni bu insulindir, qlikagondur. Bu hormonların hamısı tərkibinə görə zülal tərkiblidir. Zülal tərkiblidir bu hormonların hamısı. Və əmələ gəlir harda? Dənəvər endoplazmatik şəbəkədə. Bir dənə kompüterizə gətirmişəm. Bir saniyə gözlə istəyirəm. Dediyimiz kimi üzərində dedik ribosomlar yerləşir və həmin ribosomlar da zülal sintezini həyata keçirir. Zülallara da misal olaraq biz zülal ümumiyyətlə geniş anlayışdır və ona da aiddir. Məsəl üçün fermentləri, hormonları, şirə ifraz edən hüceyrələrdə daha çox olur. Məsəl üçün belə deyək də, ağzımızda hansı ferment var? Amilaza və maltaza fermenti, düzdürmü? Baxın, o da yəni həmin ağız suyu vəzləri tərəfindən ifraz olunan amilaza fermentidir. Və yaxud da ki, məsəl üçün ağzımızda başqa hansı var? Lizosim adlı ferment var. Bunların hamısı bakteriyalara öldürücü təsir göstərir. Bunların hamısı ferment tərkiblidir. Bunlar da yəni zollara aid olunur. Daha sonra deməli gələk nəyə? Hamar endoplazmatik şəbəkə. İndi hamar endoplazmatik şəbəkədə də yəni üzərində onun ribosomları olmur. Bəs hamar endoplazmatik şəbəkə nə həyata keçirir? Belə deyək də, zülalları dənəvər endoplazmatik şəbəkə sintez etdisə, yerdə qalır yağlar və karbohidratlar. Yəni yağların, karbohidratların sintezini həyata keçirir. Eyni zamanda lipid tərkibli hormonların sintezində rol oynayır. Lipid tərkibli hormonları da biz misal olaraq göstərə bilərik cinsiyyət hormonlarını. Məsəl üçün qadınlarda olan estrogen və progesteron və kişilərdə olan androgen və testosteron. Yəni bunlar da lipid tərkibli hormonlardır. Onlar da sintez olunur harda? Hamar endoplazmatik şəbəkədə. Buradakı sondakı 3 bilgini bilməsəniz də olar. Yəni sual falan düşmür. Prosta sadəcə olaraq məlumat üçün yazmışım. İndi isə gələk Holgi kompleksinə. Holgi kompleksi də yenə bir membranlı quruluşa sahib. Eyni zamanda bircə dəqiqə endoplazmatik şəbəkədən bir şey demək yadımdan çıxdı ki, hansı ki əmələ gətirdiyi maddələri sadəcə olaraq sintez edir və hüceyrənin daxilində daşıyır. Hüceyrə daxilində daşınmasını təmin edir həmin maddələrin. İndi isə başqa bir cümlə deyəcəm, Holgi kompleksinə aid olacaq, çünki ona görə bu cümləni işlətdim. Holgi kompleksdə bir membranlı quruluşa malikdir. Üst-üstə yığılmış, baxın, lövhə şəkilli boşluqlardan, onlardan çıxan kanallardan, kanalların ucunda yerləşən qovuqlardan ibarətdir Holgi kompleksi. Holgi kompleksi ilk dəfə olaraq Camillo Holgi tərəfindən qızıl balığın sinir hüceyrəsində Camillo tərəfindən qızıl balığın sinir hüceyrəsində tapılmışdır. Ona görə də yəni onun adı ilə bağlıdır. Və müxtəlif aləmdə, müxtəlif canlılarda müxtəlif növdə olur Holgi kompleksi. Məsəl üçün belə deyək, əksər heyvan hüceyrələrinin bir çoxunda Holgi kompleksi tor şəklində olur. Amma ibtidai heyvanlarda və bitkilərdə isə oraq şəkilli və yaxud da ki, çubuq şəklində olur. Yəni, baxın müəllimlər, belə ki, vəzi hüceyrələrində çox olur Holgi kompleksi. Baxın, bu onun hansı formada olmasını yaxşı yadınızda saxlayın, çünki suallar olur bundan da bağlı. Eyni zamanda egzositozu həyata keçirir. Egzositoz nə deməkdir? Yəni ki, hansı ki, hüceyrəyə maddələr neçə yolla daxil olurdu bilirik ki, fagostoz və pinostoz yolu ilə daxil olurdu, düzdürmü? Yəni, o da adlanır egzositoz. Həmin iri molekullu maddələri hüceyrə xaricinə daşıyır. Belə deyək də, hansı ki, endoplazmatik şəbəkədə əmələ gələn maddələri qəbul edir, istər zülal, istər yağ, istər karbohidrat, bunlar qəbul edir
qablaşdırır, onlara membran tikir və onları hüceyrənin xaricinə çıxarır. Hüceyrədən xaricə daşınmasına təmin edir. Yəni ki, elə bil ki, xarici pasport verir də, belə deyək. Golgi kompleksi. Eyni zamanda Golgi kompleksində karbohidratlar, yağlar sintez olunur. Daha sonra plazmatik membranın əmələ gəlməsində iştirak edir. Eyni zamanda lizosomların və vakuolların əmələ gəlməsində iştirak edir. Baxın, belə sual verilə bilər ki, hansı orqanoiddir ki, başqa orqanoidi əmələ gətirir? Golgi kompleksi nəyi əmələ gətirir? Lizosomları və vakuolları. Daha sonra eyni zamanda bir də ki, hansı ki bilirsiniz ki, nüvənin bölünməsi hansı ki karyokinez, sitoplazmanın bölünməsi isə sitokinez adlanır. Sitokinez də bitki və heyvan hüceyrəsində fərqli olur. Heyvan hüceyrəsində hansı ki, heyvan hüceyrəsində hüceyrə divarı olmadığına görə onun qılafı nazik olur. Yəni buğumla bölünmə baş verir. Bilirsiniz ki, xaricdən daxilə görə doğru belə bölünür. Amma bitki hüceyrəsində isə hüceyrə divarı olduğuna görə buğumla bölünmə baş vermir. Hansı ki, hüceyrənin içərisində Golgi kompleksindən yaranan maddələrin hesabına eninə lövhə əmələ gəlir. Eninə şəkildə mərkəzdə, hüceyrənin mərkəzində əmələ gəlir və daha sonra hüceyrə mərkəzdən xaricə doğru bölünməyə başlayır. Ona görə də deyirik ki, Golgi kompleksi sitokinez prosesi zamanı bölünmə lövhəsinin əmələ gəlməsində iştirak edir. Daha sonra gəlirik indi isə lizosomlara. Lizosom sözünün mənası lizeo həll edirəm, soma isə bədən deməkdir. Hansı ki, lizosom bir membranlı orqanoiddir və yaxud da söylədiyim kimi, deməli, nədən yaranırdı? Onu da dedim, Golgi kompleksindən əmələ gəlir. Hansı ki, onun daxilində 30-dan çox fermentlər olur. Həmin fermentlər zülal tərkiblidir və dənəvər endoplazmatik şəbəkənin üzərində yerləşən ribosomlar tərəfindən sintez olunur. Deməli, lizosoma kimdə rast gəlinir? Lizosoma rast gəlinir heyvan hüceyrəsində. Lizosoma bitki hüceyrəsində rast gəlinmir. Yalnız heyvan hüceyrəsində rast gəlinir və hüceyrə daxili həzm prosesini həyata keçirir. Bundan əlavə deyə bilərik ki, yaşlı və yaxud da ki, funksiyası pozulmuş orqanoidlərin məhv olunmasında iştirak edir. Bəzən də bir dənə bütöv bir orqanın yoxa çıxmasına da iştirak edir. Məsəl üçün, belə deyək, yəni eksositozda həyata keçirir bu da. Deməli, eksositoz nədir? Belə deyək də, hansı ki, çömçə quyruqda onun quyruğunun məhv olması prosesini hansı ki, lizosom həyata keçirir. Buna görə də o hüceyrədən xaricə çıxır və hüceyrə daxili yox, hüceyrə xarici həzm prosesini də həyata keçirir. Bu da belə getdi. Daha sonra çoxlu suallar verəcəm dərsi sual cavab eləyində. Bununla bağlı. Daha sonra gəlirik vakuola. Vakuol da bir membranlı orqanoiddir. Vakuol deməli kimdə olur? Deməli, heyvan hüceyrələrində çoxlu sayda olur, kiçik ölçülü olur. Bitki hüceyrələrində isə əvvəlcə kiçik ölçülü olur və çoxlu sayda olur. Və bitki hüceyrəsində və heyvan hüceyrəsində necə yerləşir? Baxın, əgər bitki hüceyrəsi cavandırsa, hansı ki, nüvə hüceyrənin mərkəzində yerləşir. Vakuol da onun ətrafında çoxlu sayda olur. Və bu bitki hüceyrəsi yaşlandıqca isə nüvə, baxın, şəkildə də göstərildiyi kimi nüvə sıxışır, hansı ki, qılafa doğru. Vakuol isə böyüyür və bir ədəd olur. Yəni, bitki hüceyrəsi yaşlandıqca vakuolun sayı azalır, ölçüsü isə artır. Və vakuolda məsəl üçün depo vakuolu var, qida vakuolu var, həzm vakuolu var, yığılıb açılan vakuol var və s. Bunları da misal göstərə bilərik. Yığılıb açılan vakuolu məsəl üçün kimdə görürdük? Xlamidoma da yosunda görürdük. Onun qamçılarının sayına bərabər olan nə var idi? Yığılıb açılan vakuolu var idi. Bu qədər vakuoldan da. İndi isə deməli bir dəqiqəmiz qalıbdır. Mən istəyirəm bu dərsi rekord eləyim, qalsın. Daha sonra isə 2 membranlı orqanoidlərə keçin. Nə deyirsiniz müəllimlər? Razısınızmı məndən? Bəli, siz. Tamam. Olur.